Təbii tərəfdən fərqli olaraq təklif istehsalçının, yəni bazara məhsulları çıxardan şəxs tərəfindən formalaşdırılan bir prosesdir. Təklif artıq hansı həcmdə məhsulların bazara çıxarılması deməkdir və istehsalçı istehsal etdiyi məhsulu bazarda istehlakçılara təklif edir və təklif formalaşdırır. Təbii təklifin dolğun olması olduqca vəzifdir və nəzərə alsaq ki, inflyasiya, təklif və tələb inflyasiyası kimi qruplaşdırılır, bazarda tarazlığın formalaşdırılması əldə edilməsi eyni zamanda təklifin səviyyəsindən asılıdır. Bazara çıxarılan məhsul təklif formalaşdırır və təklif formalaşdırdığı üçün təklifin az və çox olması bazarda qiymətləri müəyyənləşdirir. Əgər hər hansı bir məhsul üzrə təklif çoxdursa, yəni bazara daha çox məhsul çıxarılırsa, bu bazarda həmin məhsulun qiymətinin azalmasına gətirib çıxarır. Adətən dövlətlər bazarda təklifin çox olmasında maraqlıdırlar ki, bu həm eyni məhsul üzrə təklifin çox olması qiymətin azalmasına gətirib çıxarsın. Eyni zamanda təklif eyni cins məhsullar deyil, müxtəlif məhsullar üzrə də formalaşa bilir ki, və müxtəlif məhsullar üzrə və eyni kateqoriya müxtəlif məhsullar üzrə təklifin çox olması artıq alıcıya seçim imkanları verir. Təbii ki, istehlak bazarında seçim imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Təklif təbii ki, qiymətin formalaşması baxımından əhəmiyyətli olmaqla yanaşı, yəni bazar tarazlığının əldə edilməsi üçün əhəmiyyətli olmaqla yanaşı, eyni zamanda real sektorun mesajlarını istehlak bazarından çıxarır. Təklifin dəyişməsi real sektorun mesajlarının dəyişməsinə gətirib çıxarır. Təklifin azalması arzu olunan deyil, çünki bu qiymət artımlarına səbəb olur və nəzərə alsaq ki, məsələn, Azərbaycan istehlak bazarında elə məhsullar varkən, məhsullar üzrə təklifin azalması birmənalı şəkildə qiymətlərin artmasına, həm məhsulların qıtlığının yaranmasına gətirib çıxarır ki, o baxımdan təbii ki, dövlət həm xarici ticarət dövriyyəsi ilə, əməliyyatları ilə, eyni zamanda yerli istehsalı stimullaşdırmaqla təklifi artırmağa çalışmalıdır ki, bu həm bazarda mal qıtlığının yaranmasına, eyni zamanda bazarda qiymətlərin yüksək olmasına gətirib çıxarmasın.